Qudrəti Əhl-i Beytdən alandan sonra özləri biri-birini öldürdülər. Töküldülər, Osman'ı öldürdülər. Xob, Əbu Bəkri kim öldürdü? Özləri yazıb. İbn Əsakir yazıb. Gecə Üseyd ibn Səyyə ilə Ömərlə Osman getdilər. Əbu Bəkri belə öldürdülər ki, tamam əhl-i sünnət yazıblar ya. Yazıblar əzan-ı söhbə. Gün çalana Əbu Bəkri nə qəbri bilindi, nə dəfni bilindi, nə quslu bilindi. Əbu Bəkri niyə öldürürdünüz? Çünki bənaydı qudrəti verilir Ömərə. Ömər də ki, qudrətə çatdı. 10 ildən sonra necə oldu? O da terror oldu. Da terrora nə deyərsiniz? Suiqəst olundu ona. Suiqəst oldu. Bir Əbu Lövlü öldürdü da. Ondan sonra kim Osman'ı öldürdü? Müsəlmanlar. Ondan sonra da İbn-i Mülcəmi öyrətdilər. Kim öldürdü? Əli ibn Əbi. Peyğəmbərdən sonra bu xəlifi Xulafai Raşidin hamısını öldürdülər da. Bəs bu necə hökumət imiş ki, elə hamısı kudeta, hamısı hərbi çevirişlərlə. Bəli. Xob, istirik deyək, biz şiyələr mütəqqidik ki, müsəlman, əziz müsəlmanlar, əziz qardaşlar, sizin tarixiz bizə bəsdir. Bəli. İstəməz şiənin kitablarını gətirəz oxuyaz. Öz kitablarınızı oxuyun, onu biz qəbul varımızdır. Sizin kitabların üzü ilə bu İslami ki, əlan binamı, Əhl-i Sünnət adına aləmdə vardı. Nə Ömərindir, nə Əbu Bəkrindir, nə Osmanın. Xəlifə Raşidin adı yoxdur bu İslamda. Yoxdur. Əgər, əziz qardaşlar, Əhl-i Sünnət, sünnət əhli də, bəli. Bunlar gələrlər, Əbu Bək hər nə deyib, Ömər hər nə deyib, Osman hər nə deyib. Pəs şiənin sözü roşan oldu. Şiə istir deyək ki, İslam Rəsulü Xudanınkidir. Hər nədirsə hüccət. Səhabə də hər nədirsə hüccət. Amma niyə? Səhabənin biri Əbu Ubeydə Cərrahıdır. Ömər dedi, məndən sonra gərək bu nə ola? Xəlifə ola. Bir dənə rivayət örgənmişdi. 23 il Peyğəmbərlik elədi. Bu adam bir dənə rivayət. Əhməd ibn Həmbəl gəzdi, 11 dənə rivayət tapdı. Onda çoxunun sənədi yox. Dedi, bu adam əgər qəbul eləyək 11 dənə. Bu necə səhabədir? 23 ildə 11 dənə kəlmə örgənib. Bu gəlsin olsun xəlifə? Ola bilməz ki. Pəs biz nə deyirik? Mümkündür, əziz tamaşaçı deyə, bəs şiyələr kimdir, nə deyirlər? Bismillahirrahmanirrahim. Şiyə bu cür deyir. Deyir, hər nə mənə səhabə Peyğəmbərdən nəql eləsə qəbul varımızdır. Əbu Bək Peyğəmbərdən nəql eləsə qəbul. Ömər nəql eləsə qəbul. Osman nəql eləsə qəbul. Amma siz Əhl-i Sünnət onlardan hanı kitabız? Səhih, deyirəm, kitab-ı Peyğəmbəriyyəti deyir, Səhih Buxari. Buxari, Ömər də öykü. Məqsəd budur ki, sizin dediklərinizdən mən belə başa düşürəm ki, yəni, səhabənin böyükləri olsa, Həzrəti Əli, Əhl-i Beyt, yaxud elə Əbu Bəkir, Osman Xəlifə Raşidin qəbul eləyərik. Amma elə düşündükcə də görürük ki, bu düz sözdür. Yəni, bu insanlar ki, 3 əsr, 4 əsr sonra Peyğəmbərdən sonra yaşayıblar, heç bir irtibatları olmayıb Peyğəmbərlə. Elə bizim kimi, biz 14 əsr yaşamışıq. İstəyəm deyəm ki, Əhl-i Sünnət dediklərin biz qəbul edirik. Əmələn bu cür deyirlər. Bəli, düz. Onlar deyirlər, biz Əbu Bəkir qəbul varmızdır. Bəndə də deyəm, qəbul vardır, amma Əbu Bəkirdən kitab yoxdur. Əbu Bəkirdən təfsir yoxdur. Əbu Bəkirin sözü Buxarinin kulli kitabında 30 dənə kəlmədir. Bu İslam olar. Yox ki, belə İslam olmaz. Bunu deyirik, ya qardaşıq. Öz yerində. Hər kəs, bəli, öz yerində. Afərin. Düşməndir gələ deyə şiəni təhrik eləyə sünnünün əleyhinə. Sünnünü şiə nə? Bunlar düşməndirlər. Biz bunlardan deyirik. Biz Qur'anı qəbul varımızdır. İnnəməl müminunə ixvə. Şafii müsəlmandır, şiə müsəlmandır, Hənəfi müsəlmandır, Maliki müsəlmandır. Hamı qardaşıq. Bu qutuldu. Qardaş olandan sonra deyik, gəlin görək bizim ixtilafımız nə üstədir? Sual verə bilmirik. Mən deyirəm, mən şiyəm, gəlib deyirəm, sizin rəhbərləriz hər nədirsə mənim gözümün üstündə. Amma sən Buxarını niyə verirən? Deyir, İslam budur. Baba, Buxari, əhli Buxaradır, Səvərqəndir. Gətir, ya Səhih Əbu Bək, çəşm. Səhih Ömər, çəşm. Səhih Osman, çəşm. Əcəb İslamı səhabədən almırız, gedib Bəlxdən alırız. Bu İslamımız qəbul eləmək ki, qardaşlığımız yerində, sözümüz də öz yerində. Yetirə bildik. Bəli, əhlüsünnə də özü də yəqin bizim belə baxırlar, düşünürlər və düşünəcəklər ki, yəni
bizim indi yaşadığımız 14 əsrdir biz Bəli. Peyğəmbərdən aralıyıq. Onlar 4 əsr. Bəli. Yəni heç o belə baxsaq onlarla bizim aramızda o qədər fərq yoxdur. Onlar da Peyğəmbəri görməyiblər, biz də görməmişik. Bəli. Biz də bu gün bir kitab yazaq, o kitabların eynisidir. Bəli. Bəli. Biz Bəli. ancaq onu qəbul edərik ki, Peyğəmbərdən, o böyüklər, Peyğəmbərin əmsi İbn Abbas olsun və başqaları olsun, qəbul edərik. Amma bu kitablara baxırıq ki, onların heç birində Peyğəmbərdən 4-5 dənə hədis var. Əhsən. Bu necə İslamdır? Yaxşı yadıma saldın. Sənin bu tozun yaxşı oldu, qəşəng oldu. Baxın, bizim ixtilafımız budur ya. Yəni, ixtilafı nəzərimiz. Əhl-i sünnət dediyinə əməl eləsə, heç ixtilaf olmaz. Bəli. Əhl-i sünnət deyir, bizim xulafamız kimdir? O 4 nəfər. 4 nəfər. Bəndə də deyirəm, vallah billah, əgər kitablarınızı o 4 nəfər yazar, məzhəbi Bəkri ola, məzhəbi Öməri, Osmani ola qəbul. Qəbul edərik. Amma Kureyzəmində gəzdim, məzhəbi yoxdur, bir namı Bəkri, Ömər. Deyir, ağa, sən Əbu Hənifənin sözünə bax. Əbu Hənifə heç Peyğəmbəri görməyib, qardaş. Qarni, 4-cü qarnidə, siz 4-cü əsr, 4-cü əsrdə. 4-cü əsrdə Əl-Müstənsir billah gördü, hər neçə dənə malla var və ədədi malla da din var, məzhəb var. Dedi, yığılın, İslam bir dənədir, Allah bir dənədir, Kəbə bir dənədir, Qur'an bir dənədir. Bir dənə məzhəb cürdüyün. Bunlar gəldilər, hər ki yığıldılar, 4 dənədən kəm eləyəmədilər. Qarni, 4-cü əsrdə Əl-Müstənsir billahın şallağının gücünə 4 dənə məzhəbi dövlət cürlədir. Şiə deyir, baba, məzhəb Ömər deyəndir. Məzhəb Əbu Bəkr deyəndir. Məzhəb həmon ki, Osman deyən, Əli əleyhissalam deyəndir. Onlar gəldilər, əziz qardaşlar, əhl-i sünnət, dedilər, ağa, Öməri qəbul varımız, bizə Səhih Müslimdən İslam gətirdilər. Səhih Buxarıdan İslam gətirdilər. Ömər deyənə qəbul varımız əgərdirsə. Ömərdən rivayət yox. Ömərdən təfsir yox. Ömərdən məzhəb yox. Ağadır, Ömər də qəbul varımdır. Səhih Buxarıda biz bunu qəbul eləmək. Deyə, qardaş, sənin qəbul elədiyin şəxsiyyətlər hər nədirsə qəbul varımdır. Məzhəbi Öməriyyəti kənar Əli ibn Əbi Talib Peyğəmbərdə də qəbul. Məzhəbi Bəkriyyəti qəbul. Amma nə məzhəbi Bəkri var, nə məzhəbi Öməri var, nə məzhəbi Osmani. Ayrı adamlar qarni 7-4-cü gətirir, mən İslamam. Əl-İmam Əbu Hənifə, Əl-İmam Şafi. Elə imam var idi da, adı Əli ibn Əbi Talibidir. Peyğəmbər pərverişdi, qucağında da böyütdü. Dedi, balam, İslam budur. Ənə Mədinətül İlm və Əliyyun ki, babuha. Mən İslamın mərkəziyəm, şəhriyəm. Sən də qapısın. Hər kəs istəyən mənim İslamımı düşünə, səndən soruşsun. Qapısından girmə. Əcəb onun imamətini qəbul eləmirik. Peyğəmbərin dibində Əli, Peyğəmbərin yanında Əli. İmlahayı Peyğəmbər Əli ibn Əbi Talibə deyilib. Sən onu imamətə qəbul eləmirən, Şafii Xuda rəhmət eləsin. Şafiinin babası, 5-ci babası Peyğəmbərin əmisi oğludur. Sən onun babası Peyğəmbəri görməyib. Şafii olub bizə imam. Xob, sahabə döyürsən, xeyr. Əhl-i beytdən döyürsən, xeyr. Sənə Peyğəmbər dərs deyib, xeyr. Səhabə sənə dərs deyib, xeyr. Bu İslamı, şiə nədir? Tabeyin də deyil, tabeyin də deyil. Tabeyin də deyil. Əhsən. Sədr İslamda heç bir əhəmiyyəti, rolu olmayıb. Sözüm qutulur, axırın cümləm bu olur ki, biz şiələr mütəqidik, Peyğəmbər, səhabələri və əhl-i beyti deyələ İslam budur, qəbul varımdır. Sahabə Əbu Bəkr dostlar, gənə qəbul edirəm deyən Peyğəmbərin şagirdidir. Amma ağalar dedilər, xüləfanı qəbul varımız, kitab öyrətmədilər. Deyirlər, ağay, Buxarını qəbul elə, sahabə deyil. Bəs nə elə ki, vəsətdə? Pəs düz məzhəb, həmonda ki, bunlar da qəbul edirlər. Deyirlər, Peyğəmbər deyən İslam. Mən də kitabı açıram, görürəm ki, Peyğəmbər deyib ki, eyni ibarət Səhih Buxaridir. Əli ibn Əbi Talibi mən tərbiyyət eləmişəm. Əli ibn Əbi Talib hər nəmədirsə, mənim şagirdimdir. Ənə Mədinətül İlm. Bəndə də deyirəm, həmon İslamı ki, siz yazmışız, onu qəbul eləyin, ixtilaf əslən olmaz. Ərzim tamam. Çox sağ olun, Allah sizdən razı olsun ki, gözəl sözlərimizlə bizim qulaqlarımızı, gözlərimizi zinətləndirdiniz. Biz də hörmətli tamaşaçılar, bugünkü məqsədimiz, mövzumuz bu oldu ki, təfsir kitabları
sizlərə nişan verdik, təfsir kitablarına nişan verdik sizə. Bunların heç bir İslamla bağlı olmadığını göstərdik. Bizim dediyimiz odur ki, əgər Sədr İslamda, İslamın əvvəllərində olan şəxsiyyətlər, hətta Əbu Bəkir ola, Xəlifə-i Raşidin ola, İbn Abbas, yaxud Peyğəmbərin o sahabələri, Salman ola, Əbu Zər ola, bunların dediyini biz qəbul edərik. Amma 3 əsr, 4 əsr, vəhy qət olandan sonra, bağlanandan sonra, 4 əsr sonra bir insan gəlib təfsir verib, buyurur ki, bütün müsəlmanlar bu vaxta kimi səhv yoldaydılar, indi mənim dediyim düzdür. Yəni, buna heç bir ağıl, məntiq qəbul eləməz. Yəni, bizim də dediyimiz əhl-i sünnəyə, hər bir düşüncəli müsəlman odur ki, vəhdət yaradaq Peyğəmbərin və Peyğəmbərin sahabələrinin və əhl-i beytin dövrə bərəndə. Sizə də təşəkkür edirəm bizə qulaq asdığınız üçün. Gələn cəlsələrdə, gələn verilişlərdə görüşənədək.